Sabahınız xeyirli olsun, uğurlu olsun. Saat 7. Seçilmişsəniz, seçilmişsəniz baxmışam, əslət öldürmüşəm təbii ki də. Uşaqlara kotlet hazırlayıram. Məktəbə aparacaq. Saat 8-ə qalmış, evdən çıxır. Mən onun üçün dondurulmuş patates. Əslində burada da danışıram. Təbii olaraq səsləndirmə də edirəm. Elə güzeldir. Törən arasına qoyacağım. Xiyar, pomidor, mayonezlə qoyacağım. Məktəbdə yesin. Çünki saat 2-ni şeyin məktəbdə olacaq. 8-ə qalmış evdən çıxır. Burada göstərirəm ki, yəni tava elə yanmayıb. Sadəcə olaraq mən bu tavanı çox sevirəm. Balacadır və köhnə tavalardandır. Ona görə onda pişirməyi xoşlayıram. O da biraz qızardanda belə yanmış kimi olur, amma yanmamışdı. Qoydum çörəyin arasına və paketlərdən balaca belə yekə görünməyinə baxmayın, çox balaca bir şeydir. Yola saldım. Getdi sən. Sağ salamat. Babam haqqında bir şey əlbəttə görürəm. Canım, ya, bak Hüseyin. Hani Hüseyin, hani Hüseyin. Hüseyin, çıxsın görüm. Önünə baxın. Və Hüseyini yola saldım, pəncərədən də baxdım. Bir də baxdım ki, qapı açıq qalıb, fıstıq gəlib gedib qonaq otağına. Təbii ki də mən qonaq otağına, ümumiyyətlə otaqlara nə ilanı, nə də fıstığı qoymuram, nəzarətsiz qalsınlar. Özüm, yəni olanda keçə bilirlər və divana da çıxmağı xoşlamıram, qoymuram. Burada artıq Hüseyin Aylin üçün də bişirdim. Və Aylini gözləyirəm. Sonra da hazırlayıb. Aylin karta qıldırmaydı. Xoşu gəlir, hər dəfə alır məndən. Karta qıldırır, gəlir. Dəyişirik və öz məktəbimizə, yəni Aylin oxuduğu məktəbə gedirik. Çünki o məktəbdə çox gözəl bir müəllimə var. O müəllimənin şagirdi də Aylin. Çox sevirəm o müəlliməni. İnşallah səsim yaxşı çıxar. Ürəkdən danışa bilmirəm. Artıq ikinci dəfə istəyirəm. Yazıram, istəyirəm. İnşallah ki səsim möhkəm çıxar. Burada artıq avtobusdan düşürük. Başqa avtobusa minirik. Yəni məktəbə iki dənə marşrut dəyişirik də, yəni belə qaçırıq və Aylinə deyirəm ki, burada tez ol. Yerimizi tutmayıblar, qaç Aylin. Amma o yerimizi tutana kimi artıq bizim yerimizdə kimsə oturur və burada gəlib oturur. İndi gəldik marşruta bindik. Biz yolu təzdən qayıdırıq, gedirik yəni məktəbə. Bu məktəbdə Aylinin müəlliməsi Aylin 3 sınıfda oxuyur və Aylinin müəlliməsi bizim üçün o qədər özəldir ki, yəni mən Aylinə ancaq o müəlliməyə əmanət edə bilərdim bu 4 ili. Çünki 4 il insan həyatı üçün, uşaq üçün çox önəmli bir illərdəndir. Mən istəmədim ki, Aylin Hüseyin kimi, Hüseyin çox tərbiyə ailəsi olduğumuz üçün çox məktəblər dəyişmişik. Hüseyin ilk övladım olduğu üçün çox məktəblər dəyişib. Bir neçə məktəbdə belə deyil. Amma Aylində yox. Aylində istəmədim ki, bu hissləri, bu ayrılıqları Aylinə yaşadım. Həm də ki, yaşada bilərdim əslində. Yəni müəllimə, sinif ümumiyyətlə yaxşı sinif olmasaydı, mən Aylini o məktəbdən çıxardardım. Amma müəllimə o qədər möhtəşəm müəllimdir ki, ona görə mən onu çıxartmadım. Bir ildə hələ belə davam edəcəyik inşallah. Nəysə ki, alışverişimi etdim. Müəllimə haqqında çox danışa bilərəm. İnşallah gələn vloglarda yenə danışaram. Belə bu evə gəldim, alışverişimi etdim. Gəldim evə, Lila da gördü, sevinir. Sonra aldıqlarımı göstərim. Orada da danışıram. Burada da səsləndirmə edirəm. İnşallah ki, yaxşı səsləndirmə olsa davam edəcəm. Belə hər birinizi çox sevirəm. Allah hər birinizi qorusun. Allah hər birinizin ruhusunu bol eləsin. Bunları elim almışam. İnşallah ki, hər şey sizin könlünüzdən olsun. Sonra burada səsləndirməni saxlayıram. Çünki orada da danışıram əslində. Aldım. Çox uzun vlog istəmirəm olsun. Bir dənə də çörək aldım. Tam axşama kimi çəkirəm, yəni videoları.
burada yəqin ki, günorta yeməyini Hamısına hazırlayacağam birlikdə. uşaqlara. Toyuğun Ən çox elə bilirəm ki, alça tutub. Birazdan çəkilişdə alça göstərəcəm. Hə. 4 manat. Axşamı da belə sonlandıracağam. Videonu da belə sonlandıracağam inşallah. Yaradana qurban olum. Burada da Çinqalorum, çinqalorum. oynayıram. Çox ağıllı heyvandırlar. Çox ağıllıdırlar. Ağıllı. Mən istəmirəm Ağıllı onlar. qızım. Yəni yatağa çıxsınlar, onlar divanda otursunlar, yerdə gəzsinlər. Ancaq mən da icazə verirəm. Orada yəni məsələn girə bilərlər də hansısa otağa. Yəni çox ağıllı heyvanlardılar. Həqiqətən insanlardan ağıllıdırlar, belə deyək, bəzi insanlardan. Allah bütün heyvanları qorusun. Burada yenidən çıxıram evdən. Elə bilirdim vlog bitir. Buradan yenidən evdən çıxıram və Ayız gətirməyə gedirəm. Əhmədliyə gedəcəm. Ayını oradan götürəcəm və bir-iki şeylər var. Onları həll etməliyəm. Sonra qayıtmalıyam. Hələ mənim üçün bitməyib. Gözlüyüm görüm burada. Cadı artıq Burada artıq evə qayıdırıq. Biz hələ ailə işlə indi gəlirik evə. Əhmədlidən Xətayidir. Əhmədliyə, Xətayi, Xəzər. Yox, Əhmədlidən